Sofia Villoni Cicolani 1934-cü ildə Romada anadan olmuşdu. O, əyalət aktrisası və mühəndis ailəsində böyüdü. 14 yaşında Sophie müəllim olmaq istəyirdi, lakin anası onun model və ya aktrisa olmasına təkid edirdi. 1950-ci ildə Sophia İtaliya gözəli müsabiqəsində iştirak etdi. Qələbə qazana bilmədi, lakin məşhur rejissor Carlo Pozzi'nin diqqətini çəkdi. 1953-cü ildə Sophie Loren ismini götürdü və Aida film operasında uğur qazandı. Sonra Amerika Birləşmiş Ştatlarına, Gollivooda getdi, Oscar aldı. Müxtəlif rollarda çəkilən Sophie Loren çox məşhur idi. Gözəlliyi ilə göz qamaşdırırdı. 1957-ci ildə Sophie Loren Carlo Ponti'yə ərə getdi. 2 övladları oldu. Onlar birlikdə 50 il yaşadılar. 2007-ci ildə Carlo Ponti vəfat etdi. Hal-hazırda Sophie Loren sağdır və 91 yaşı var.